Bu dəfəki mövzumuz atalardır. Yəni bizim bildiyimiz atalardan getmir. Yəni Allah cəm atalara can sağlığı versin, Allah onların övladlarını qorusun. Əsas elmlərin atalarına gedir. Məsələn, tarixin atası Herodotdur. Historis əsərini eradan əvvəl 5-ci əsrdə yazmış və onu Yunanların istifadəsinə vermiş, elmə gətirmişdir. Biologiya, onun atası Aristoteldir. Onu da deyim ki, Aristotel elm baxımından, belə deyə, dırnaqarası ən çox uşaqlı ata sayıla bilər. 14 elmin əsasını qoymuşdur ki, bunlara politologiya, psixologiya və s. daxildir. Psixologiyanın atası Wilhelm Wundtdur. Çünki o, tətbiqi psixologiyanın əsasını qoymuşdur. Coğrafiyanın atası Kirinalı Eratosfendir. Bu adam ilk dəfə coğrafi xəritələri sistemləşdirmiş, səliqəyə salmış və elmi təhlil etmişdir. Fizikanın atası İsaac Newtondur. Riyaziyyatın atası Pifagordur ki, ilk dəfə rəqəmləri o ixtira etmiş və elmi şəkildə təhlil etmişdir. Amma burada bir əmma var. Həndəsənin atası Evkliddir, cəbrin atası Əl-Xarəzmidir. Rəqəmlər nəzəriyyəsi cəbrdir, bilirsiniz. Kimyanın atası Cabir ibn Həyyan gedir. Ki, bunlar ayrı-ayrı elmlərin atalarını mən sizə təqdim etdim.